Əminliklə söyləmək olar ki, hal-hazırda yaşı 100-dən çox keçmiş bir mülkdəyik. Biz Zaqatalanın lap girəcəyində olan Kebelova kəndindəyik. Bura evlərə məxsus olan mülk bu kənddə nadir köhnə binalardan, yaşayış evlərindən biridir. Diqqət yetirin, müxtəlif əşyaları asmaq üçün binanın küncündə xüsusi daşdan yonulmuş bir vasitə var. Bu evin tikintisində digər yerlərdə gördüyümüz kimi çaydaşı, çox iri çaydaşlarından, kərpicdən, bir də kirəcdən istifadə olunub. Bina hədsiz dərəcədə gözəldir, hədsiz dərəcədə halaldır. Halallığını nədə görürük? Biz bir qədər sonra bu barədə sizə məlumat verərik. Təbii kərpiclərdən və daşlardan, inşaat materiallarından bu binanın kənarında naxışlar da var. Bu binanın pəncərələrin üstündə gördüyünüz həmin asılqanlardan müxtəlif vasitələr üçün istifadə olunur. Daha çox məhsulların, ərzaq məhsullarının saxlanması üçün, asılması üçün istifadə oluna bilərdi. Pəncərələrin tağ şəklində forması, ortada olan iri pəncərələr 2 mərtəbəli mülkə xüsusi zinət verir. Tavana diqqət yetirək, çardaq şəkilli tavanın tikintisində hündür ağaclardan və möhkəm taxtadan istifadə olunub. Ən gözəl cəhət isə bu mülk yiyəsinin nə dərəcədə imanlı insan olmasından xəbər verir. Nədə biruzə verir bunu özünü? Gəlin pilləkənlərlə yuxarı qalxaq və həmin o hissəni mən böyük bir hörmət hissi ilə, bu mülkü inşa etdirmiş gözəl insanlara hörmət hissi ilə vurğulamaq istəyirəm. Bu çox da böyük olmayan, fəqət hədsiz dərəcədə maraqlı və gözəl olan mülkdə diqqətimizi cəlb edən tağvari pəncərələr bəlkə məhz tağvari olmasındandır ki, hədsiz dərəcədə dayanıqlıdır və həmin o dəhşətli zəlzələdə nisbətən davam gətirmiş. Fəqət onun üzərində olan çatılar bu binanı artıq tarixə qovuşdurmaq üzrədir. Diqqət yetirin, mən heç bir yerdə belə şey görməmişəm. Bu binanı, bu mülkü inşa edən insanın nə dərəcədə imanlı olmasından xəbər verir. Evinin tavanında öz əli ilə xəttadlıq nümunələrinin mükəmməl bilməsi və Quran ayələrindən Fələq, Nas, İxlas surələrini binanın tavanında yazması ilə əlamətdar etmiş. Burada tavanda həm də 1318 hicri tarixi ilə, miladi tarixi ilə 1964 rəqəmlər rast gəlirik. Bizə söylədilər ki, 1964-cü ildə arı uzun müddətdən sonra beçələdiyinə görə, bal verdiyinə görə bu tarix qeyd olunmuşdur. Təəccüblənirdilər ki, nədən görəsən arıdan bir məhsuldarlıq yoxdur. Hətta belə şeylər evdə qeyd olunardı. Keçək növbəti otağa və növbəti otaqla tanış olaq. Bu otaqda ölçülərinə görə bir o qədər də böyük olmasa, amma bir rahatlıq hiss olunur. Nədədir bu rahatlıq? Bəlkə bu kiçik pəncərədədir və yaxud da bu taxçadadır. Divar içərisinə hörülmüş bu taxçada müxtəlif əşyalar saxlanılarmış. Bu otağın tavanında da Qurandan ayələr var və bu insanların imanının nə dərəcədə böyük olmasına heyrət edirəm mən. Soba üçün xüsusi olmuş bir yerdə, qışda havaların soyuq keçdiyi yerlərdə odun qalanardı və insanlar onun istisinə qızınardılar. Havanın çəkməsi üçün, üstündə yuxarı qalxması üçün xüsusi olaraq baca sistemli bir ayırma da mövcuddur. Bu otağın divarlarında da müxtəlif məqsədlər üçün, asılmaq üçün bax belə asılqanlar mövcuddur. Sobanı dedim, amma bu otaqdan kənar otaqda olan daha möhtəşəm bir yerlə sizi tanış etmək istəyirəm. Əslində insanların nə dərəcədə uzaq görən olmasını da ehtimal etmək olar. Bu barədə dəqiq faktlar yoxdur. Amma gəlin o bir otağa keçək. Amma o bir otağa keçməzdən öncə qapının cəftəsinə istəyirəm diqqət yetirəsiniz. Heç yerdə belə bir cəftə görməmişik. Qapı sadəcə olaraq bax bu cəftə vasitəsilə bağlanardı və bərkidilərdi. Çox sadə və çox maraqlı bir üsul.
İkinci mərtəbədəki ən böyük otağa keçid qapısına diqqət yetirin. Burada da çox qəribə, qeyri-adi bir cəftə var. Qapını bayır tərəfdən bağlamaq üçün. İçəri tərəfdən bağlamaq üçün isə bax belə iri cəftələrdən istifadə olunardı. İçəri daxil olaq və içəridə bizi gözləyən sürprizlərlə sizə tanış etmək istəyirəm. Baxdıqda bu yerin sadəcə soba kimi istifadə olunması haqda ev yiyəsi Əhməd müəllim bizə belə söylədi. Amma biz soruşduq, yoxladıq, kompasla da yoxladıq. Bura üzü qibləyədir. Belə çıxır ki, bu yeri mehrab da adlandırmaq olar. Hər halda Əhməd müəllim söylədi ki, babası və ulu babasına qonaq gələn insanlar bu otaqda üzü qibləyə dayanaraq Allaha ibadət edərdilər. Diqqət yetirək. Nədən bu mehrabı xatırladır bizə? Həm daxili hissələrindən, naxışlı olmalarından və üstündə maşallah sözünün yazılmasından. Çox böyük iman sahibləri olmuşlar bu insanlar və ümumiyyətlə söylədilər ki, bu yerin insanları hədsiz dərəcədə Allaha etiqadlıdırlar və Allahın bütün əmrlərini vaxtı-vaxtında dürüst yerinə yetirən insanlardır. Divarda olan bu taxtçaya diqqət yetirin. Bax, bunlar bir zamanlar yaşlı nəslin nümayəndələri bunu xatırlayarlar. Bunlar izolə edici materialdır. O zamanlar daxili işıq xətti daxildən getməzdi, üstdən gedərdi və onların üstünə elektrik naqilləri bağlanardı. Bizim evimizdə belə izolyatorlardan çox olmuşdu. Bundan müxtəlif məqsədlər üçün istifadə olunur, həm də dəstək kimi istifadə oluna bilərdi. Bax, bu taxtçanın üzərində həmin o izolyatordan gördüm, keçmiş zamanlar yadıma düşdü. Taxtçaya diqqət yetirin, burada lazım olan müxtəlif vasitələri saxlamaq mümkündür. Mən çox ehtiyat edirəm ki və düşünürəm ki, burada müqəddəs kitablarımız da saxlanılardı. Pəncərəyə diqqət yetirək, bağça açılan gözəl mənzərə, həyətə açılan gözəl mənzərə bu otağa xüsusi gözəllik verir. Çox sadə otaq, çox sadə ev olsa da özünə məxsusluğu var. Tavanına gəlin diqqət yetirək. İri taxtalardan hazırlanıb, saxlanılıb və bax, belə xüsusi sütunların köməkliyi ilə tavan, bütün güc, qüvvə, ağırlıq onların üzərinə düşür və təsəvvür edin ki, bütün bunlar tam, iri, bütöv bir taxta parçasından hazırlanıb. Otağa istilik vermək üçün daha bir yerdən sobadan istifadə olunurdu. Həmin sobanın çıxışını mən sizə həyətdə göstərdim. O həm birinci mərtəbəni, həm də ikinci mərtəbəni isitmək üçün istifadə olunurmuş. Bütün bu evlər Azərbaycanın tarixinin ayrılmaz bir hissəsidir. Azərbaycanın hansı bölgəsindən yaşayan insanlardan asılı olmayaraq bu yerin insanların daxili aləmini, dərin mədəniyyətini, böyük mənəviyyata sahib olmasını göstərən amillərdir. Hər bir şey insanın nə dərəcədə imanlı olmasına və nə dərəcə təmiz, saf insan olmasından xəbər verir. Allah bu evdə yaşayanlara, köçüb gedənlərə rəhmət eləsin və belə evləri, belə mənzilləri, belə mülkləri həmişə bərqərar eləsin. Amin. Bu gözəl mülkü tərk edərkən bir daha diqqətinizi cəlb etmək istərdim. O, 3 qatdan ibarətdir. Aşağıda birinci qat, ikinci və üçüncü çardaq kərpiclərdən nə dərəcədə mükəmməlcəsinə və ustacasına istifadə olunması göz önündədir. Çox gözəl işlənmə, taxta üzərində işlənmələr də vardır. Və bir də evin damına diqqət yetirin. 2 qat kirəmitdən istifadə olur və çox nadir hallarda 2 qat kirəmitə evin tavanı davam gətirə bilir. Və salam, bu mülklə, bu gözəl mülklə, tarixi bir yerlə, məkanla vidalaşırıq. İrəlidə bizi Zaqatalanın növbəti kəndi və oradakı tarixi məkanlar gözləyir.